Salam hörmətli tamaşaçılar. Qütb TV-nin minbər verilişi Ramazan ayı boyunca hər gün sizin görüşünüzə gələcək. Bu verilişlərin qonaqları isə tanınmış din xadimləri Hacı Şahin Həsənli, Hacı Mir Həmid Məmmədov, Hacı Mir Mehdi Darafərin və başqaları olacaq. Ümid edirik ki, qonaqlarımızın lakanik və məzmunlu söhbətləri hər birinizin ürəyincə olacaq. Fürsətdən istifadə edərək hər birinizlə bu müqəddəs ayı yaşamaq sevincimizi bölüşürük. Allah oruclarınızı və ibadətlərinizi qəbul etsin. Allah hamımızın günahlarını bağışlasın. İndi isə buyurun, minbər verilişinin ilk buraxılışını izləməyə sizi dəvət edirik. Zikr demək həmişə gözəldir və savabı var. Quran oxumaq həmişə gözəldir və savabı var. Ancaq Ramazan-ül Mübarəkədə şiddətli dərəcədə yuxarı sözlərdən danışılır. Məsəl üçün, hətta belə bir hədisimiz var, bu Ən-Nəvmu Saimu ibadə. Oruc tutanın yuxusu belə ibadət sayılır. Yəni, belə bir şey nəzərimizə tutaq. Ki, bir insan səhər yuxudan durur, o başlarını yeyir, yatır. Ayılır günorta namazı vaxtı. Ayıldı, dəstəmazını aldı, günorta namazını qıldı, getdi, yatdı. Və ayıldı iftar vaxtı. Getdi, iftarını açdı. Onun üçün yazmayacaqlar bir insan bütün günü yatdı. Yazacaqlar, bu günü bütün ibadət etdi. Allah Quranda sevdiyi bəndələri tərif edərkən zikr xüsusiyyətini xüsusi vurğulayır. O kəslər ki, ayaq üstü olanda, oturan yerdə, uzanan yerdə Allahı yad edərlər deyə Allah mömin insanları tərif edir. Yəni, istənilən halda insanların Allahı yad eləməsi önəmlidir. Yəni, bir var, insan zikr deyir. Məsəl üçün, bir nəfəs çəkir içəri, Allahu Əkbar. Bir nəfəs çəkir, La ilahə illallah. Bir nəfəs çəkir, Subhanallah. Bu zikirləri deyir, savab yazılır. Ramazan-ül Mübarəkədə isə Allah Teala buyurur, heç zikri demədən, o ki, nəfəs alırsınız, hava içəri gedir, bayıra çıxır, hər 10 nəfəsinizi yazacaq o, bu zikir dedi. La ilahə illallah dedi, Subhanallah dedi. Amma indi təsəvvür edək bu şey ki, insan ağzı oruc, nəfəsini də boş buraxmır. Düzdür, nəfəsi zikirdir. Üstə gəl, orada zikri də deyə. Nə qədər böyük bir savabı əldə edəcək. Quranda Allahı yad etməkdə bir sıra ayələr var. Bunlardan biri günah etdikdən sonra Allahı yad eləməkdir. Bu, zikrin ən aşağı mərhələsidir. Yəni, insan günah etdikdən sonra peşman olması, tövbə etməsi zikrin ən aşağı mərhələsidir. Günahdan sonra Yaradanı düşünmək ki, mən Yaradanın huzurunda günah elədim. Bir ayənin savabı kamil bir Qur'anın savabıdır. Yəni, insan eləyə bilər sadəcə yol gedə-gedə. Bismillahirrahmanirrahim bir ayədir. Qul huvallahu əhəd bir ayədir. Vəl-əsr bir ayədir. İnna ə'teynəkəl kəvsər bir ayədir. Yəni, bu qısa surələri hətta Həmd surəsi 7 ayədən ibarətdir. Yol gedə-gedə hey bunu zikr edə, hey deyə. Məsəl üçün, bir dəfə Həmd surəsini oxusa, yazacaqlar 7 dəfə bu Qur'anı başdan başa oxudu. Növbəti mərhələsi isə günah insanın qarşısına çıxdığı zaman insanın Allahı yad eləməsi. Yəni, Allahı yad eləyib günahdan çəkinməsi.
Bu zikrin növbəti mərhələsidir və zikrin ən ali mərhələsi istənilən halda insan hansı halda olursa olsun Allahı yad eləməlidir. Hara baxırsa Allahın izini orada görməlidir. Bütün varlıq aləmi Allahın əlamətidir, Allahın nişanəsidir. Və bunun orucla nə əlaqəsi var? Orucla əlaqəsi bundan ibarətdir ki, insan oruç tutarkən maddi ləzzətlər onun gözündə sönür, insan maddiyyət aləmindən uzaqlaşır deyə istər-istəməz Allahı daha çox yad eləyir. Allahumma salli ala Muhammedin və ali Muhammed. Allahumma ec'al qiyami fihi qiyamaz-saimin və qiyami fihi qiyamal-qaimin və nabbini fihi an nawmatil ghafilin وهب لي جرمي